Yaxşı sarı köküm var, istəyirsiniz verim. Siz ki, məni yaxşı tanıyırsınız. Mən sizin qonşunuzam. Yadınızdan çıxıb? Qəribdir. Səhv eləmirəmsə, o Şamdan gəlib. Ay oğul, evlənmək vaxtın ötüb keçir. Nə vaxta dəy qaçacaqsan, subay gəzəcəksən. Öz evimizin içində böyüyüb başa çatıb. Tanıdığımız qızdır. Əgər gözünü açıb baxsan, məhəbbəti qəlbinə düşəcək. Sən deyilməməli sözü demə. Özün bilirsən ki... Mən heç nə bilmirəm. Mənim üçün bəhanə də gətirmə. Axı Veysin nə eybi var? Axı Veys mənim üçün bacı kimidir. Onu həyat yoldaşım olaraq təsəvvür eləyə bilmirəm. Gözünü açıb qıraqdan baxsan, görərsən ki, siz ikinizin bir-birinizə bağlılığınızı bilməyən yoxdur. Körpəlikdən bacının qucağında böyüyüb, indi də təzə açılan qönçüyə bənzəyir. Əgər baxsan, görərsən ki, göydəki günəş parçası kimi par-par parıldayır və ay kimi işıq saçır. Axı o uşaqlıq dövrü idi. Bütün bu sözlər bəhanədir. Sənin tərsliyin başqa şeyə görədir. Sən ailə məsuliyyətinin altına girməkdən qorxursan. Subay qalıb sultanlıq eləməklə öz işini görmək istəyirsən. Səbir elə, ay ana. Axı, niyə iksürsən? Uşaqlıqda döyüldün, çubuqlandın, şallaqlandın, həbsə düşdün ki, adam olasan. Adam. İndi də... adamın... lap əsəbləri ilə oynayırlar. Mən hara, ailə hara. Nə olub, niyə baxırsan? Ailəlisən? Necə? Arvadın var? Qəşəng və gözəl hücrən var. Kəhkəşanlıq elminin alimisən, yoxsa təkcə bu alətləri düzəldən sənətkar? Başa düşmədim. Sualımın cavabını aldım. Başa düşmədim, nə demək istəyirsiniz? Bunlar ulduzların hesablamasına bənzəyir. Həm dəqiqə alətinin sənətkarısan, həm də astronomiya elminin alimisən. Elədir. Ulduzların cədvəlidir. Çoxdan yazıram. Adını eşitməmişəm. Qiyasəddin Cəmşid. Baxa bilərəm. Öz başına öyrənməmsən, düzdür? Kimdən öyrənmişsən? Bir kişidən, alim bir adamdan, hikmət sahibindən, qeylüqaldan uzaq, tənha yaşayıb xalqa xidmət eləyən birindən. Adı Səftər deyil. Müəllimin haqda ölkədən xaricdə də eşitmişəm. Deyirlər Xacə Nəsirin elmindən bəhrələnib və Şeyx Nəcməddin Kubradan da irfanı öyrənib. Hə, düzdür. Bəs özün kimsən? Qazizadə. Siz Qazizadəsiz? Qazizadə Rumi? Bəli. Kərim, mən yoxam. Bağlıdır, bağlıdır.
Dedin Səmərqəndə tərəf gedirsən, hə? Kaş bundan bir nüsxə mənə verərdin, özümlə aparardım. Şah Uluq bəy gənc bir şahzadədir, amma astronomiya elminə yaman marağı var. Şahlardan xoşum gəlmir. Amma əgər mənim bu çalışmalarımın içində zəka duyursunuzsa, qurbandır. Sağ olun. Hamı getdi. Kərim hanı? Karvanın getdi. Allah amanında. Xudahafiz. Nahar yemədik. Cəmşid, qərara gəldik bu gün axşamüstü sənlə Veysin evlənməsi barəsində danışaq. Siz yenə də öz sazınızı kökləyirsiniz, ana. Axı 100 dəfə demişəm. Mən hara, Veyslə evlənmək hara. Naz eləyirsən? Nə naz ay ana, nəyin nazını? Sən dediyinin... Evlənmək Peyğəmbərdən, qismət də Allahdan. Qismət Allahın qismətidir. Nə qismət ay ana? Ümumiyyətlə, elm əhli hara, ailə hara. Arvad, maniyədir. Ərini başa düşmür. Həyasızlıq sənin köhnə adətindir. Dedim daha böyüyüb başa çatmısan, ağıllanmısan. Hər an öz oğlunun xoşbəxtliyini, toyunu görmək istəyir. Sən düzələn deyilsən. Ağlama ana, ağlama. Sən Cəmşidin canı ağlama, xahiş edirəm. Mən yalnız sənin yaxşılığını istəyirəm. Elm adamına ailə lazımdır. Sənə qulluq eləyən lazımdır. Yaxşı. Sözüm yoxdur. Oldu. Sən nə desən o olsun. Hər nə desən, hə? Hə? Bilirəm ki, mənim yaxşılığımı istəyirsən ayana. Daha özün özümə. Oldu? Ağlama. Əlim sinəmdə, alnı açıq, hüzurunda da hazır. Onda təzə qaba geyin və təzə çalma bağla. Cəmaat yolxucu xəstəlikdən qızdırma içində yanır. Siz də şadlıq büsat fikrindəsiz? Elçilik və evlənmək vaxtı deyil. Xurşuda xəbər elə qalsın soruya. Sən burada nə edirsən? Mən də elə bilirdim, səhv eşitmişəm. Bilirsən, səni burada görsələr nə baş Səftər məni verər? sənin dalınca göndərib. Nə isə olub? Dostlar xəstələniblər. Qızdırma Səftər içində necə? halsız. Dayan. Yaxşı, Allah şükür sağ salamatdır. dayan, dayan. Dayan, məyini çağırım. Neynəmişsiniz ki, belə olub? Heç nə eləməmişik. Səfdərin əmri ilə azuqələri lazımi ünvana çatdırdıq. Bircə səhrada susuz qalmamaq üçün boş kuzəmizi şəhərin arxından doldurduq. Hamınız içmisiniz? Çarəmiz yox idi. Ay Allah öldüm. Ay Allah öldüm. Ay Allah. Bilmirəm bu nə müsibətdir. La ilahə illallah. Ay Allah öldüm. Yox. İçmə. Sizin üçün gətirirdim. Hələ hansı suyun yoluxduğunu bilmirik. Arxdan doldurduğunuz su közəsi hardadır? Budur, buradadır. Amma boşdur. Nədir? Nə olub? Nigaranam. Əgər yatalaq olmasa vəba olsa necə?
Paltarların hamısını yandırmalıyıq. Alt paltarlarını ise qazanda qaynatmalıyıq. Tez olun. Onları ver görüm. Ha. Hə. İndi ver mənə. Onlar sözsüz ki, hamısı tamam kamal mənimdir. İndi səndən köhnə bir hesabımız qalıb. Onu aydınlaşdırmaq lazımdır. Siz nə buyurursunuzsa o da olsun. Mən əmirə güvənib əlimə qılınca almışam. Onda keçən dəfəki borclarının hamısını ödə. Hamısını qaytaracağam. Söz verirəm. Səhrada bir işıqlıq görürəm. Zikarvan bizdən xəbərsiz səhradan ötüb keçə bilər. Çox qəribə yanğındır. Bu yanğın adətən köç edən karvanların oduna bənzəmir. Deyəsən tapdım. Nəyi? Minlərlə qızıl dəyərində olan xəzinəni. İç bundan. Acıdır. Amma çox xeyirlidir. Onun adıyla iç ki, şəfa versin. Dediyimi hazırladın? Bəli, hazırdır. Cəmşid! Cəmşid, gəl. Cəmşid. Cəmşid, ehtiyatlı ol! Cəmşid, al. Qərəz, ör. Siz qaçın, biz onların öhdəsindən gələrik. Tez olun, gedin. Get də. Bu iki nəfəri qaçmağa qoymayın. Buradan heç kim sağ çıxmayacaq. Sərfənin. Qoymayın qaçsınlar. Tez olun murdarlar. Tutun onları. Cəld olun. Gəl! Gəl! Ağacan! 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 Xurşud, atam hanı? Gecə yarısı xatun dalınca adam göndərmişdi. Xatunun oğlu da qızdırma içindədir, halı yoxdur. Darğa! Darğa bizi gördü. Hə. Səbəbi? Xəstəliyin səbəbi nədir? Şəhərin xəstə cəmaatını bu günə qoyan şey. Yaxşı. Neyniyək, dayanıb gözləyək, bir iş gör. Dəqiq bilmirəm. Amma əlamətləri yatalağın əlamətləridir. Başqa şəhərlərdə buna həsbə deyirlər. Bu xəstəliyin əlacı çox çətin, çox. Həsbə? Həsbə? Cəmşid idi, Şir Məmməd. Həzrət hakim, təbibin oğlu Qiyasəddin gəlib. Atası ilə görüşmək üçün sizdən icazə istəyir. De ki, əlində işi var. Həzrəti hakim, yəqin çox mühüm məsələ baş verib ki, dalımcan gəlib. İcazə verin, gedim, tez qaydaram. Get. Oldu. Amma tez qayıt. Əminsən? Şübhəsiz ağa. Məyin də oradaydı.
Məndən idi. Mənim təbabətdən az başım çıxır. Bəs məyinin necə? Məncə yolxucu xəstəliklər suyu da çirkləndirib. Su aludədir. Nə qədər ki sular tam təmizlənməyib, bulaqların, arxların suyu içilməməlidir. Bu mümkün deyil. Şəhərin başqa su ehtiyatı yoxdur. Cəmaət xəstəlikdən ölsün yoxsa susuzluqdan? Sən ki səma cisimlərini araşdırırsan, göydə yağışdan nəsə əsər əlamət görürsən... Səhranın bu halı ilə? Sanmıram. Mənim elm əsaslarıma görə yox. Elm və tədbiri qırağa qoy oğlum. Sən əlini uca yaradana aç. Yağış namazına hazırlaş ki, su təzələnsin və bu tullantıları yuyub aparsın. Mən deməyincə heç kimə nə su verin, nə də yemək. Bəh, 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 bəh. Necə xoş xasiyyət cinayətkardır. Öz ayağı ilə hökumət evinə gəlib. Əla, şübhəniz olmasın ki, bu cavan və dostlarından biri dünən gecə Səfdərin dostlarının yanında idilər. Bax bu, sinəsini qabağa verib qılıncını üstümüzə sıyırmışdı. Əfsus ki, gecənin qaranlığında o birisinin sifətini yaxşı görə bilmədim. Həzrət Hakim, bu kisədən və içindəkilərdən yaxşı subut nə ola bilər? Gecənin qaranlığında yadından çıxıb meydanda qoyub qaçdı. Ata oğul hər ikisini tutun. Əlbir olan dostlarını da zindana atın. Lazımı cəza kəsilənə qədər. Cəmaatın bu ağır gündə bizə ehtiyacı var. Əgər bu cəza haqq olsa belə hələ gec deyil. Müalicə eləmək olar. Həkim, niyə burada durub sual cavab eləyirsiniz? Oğlumun qızdırması hər an artır. Burada nə olub? Biz biçarə fəqirlərin həkimə verməyə bir dirhəmi belə yoxdur. Amma hakimin süfrəsi daha zəngindir. Biraz yavaş-yavaş ver ona, aynan kör. Məyin, xəstə ilə mülayim davran. Məncə qaçmağa yolu yoxdur. Əminəm ki, darğa məndən qiyası tam gördü. Nə həs gətirim oğlum. Sən öz işinlə məşğul ol. Rəngin qaçıb, ana. Halın yaxşıdır? Yaxşıyam. Mən yaxşıyam oğlum. İmal eləmək üçün gül xətmi lazımdır. Əskərlərə tapşırın su arxlarına heç kimi buraxmasınlar. Hökumət evinə gələn suyun yolunu da kəssinlər. Eşitdin? Tez olun. Mən həmişə sizin qulluğunuzda hazıram. Cəmşidi azad eləyin ki, nəvəm Məyinəddinlə şəhər cəmaatının dadına çatsınlar. Məni nə vaxta qədər istəsəz burada saxlaya bilərsiniz. Bu, sizin hakim olduğunuz biçarə şəhər cəmaatı üçün olan təbibin xahişidir. Hey, qulaq as münəccim. Dua elə ki, hakimin oğlu ölməsin. Yoxsa onda sən də, atan da mənim qılıncımın müştərisi olacaqsınız. Amma əgər ölməsə, yalnız sən bu xəyanətin qurbanı olacaqsan. Münəccim, bəs o birisi kim idi? Bütün olanlar bu idi. Nə az, nə çox. Əl saxlana. Bu xəstəlik cəmaata elə bu sudan düşüb. Suyu qoyun qaynasın. Bağışlayın ağa. Əgər atam əmr eləməsəydi, sizə bu halda zəhmət verməzdim. Bu dediklərinə şübhəm yoxdur ki, namaz lazımdır. Amma neyniyim ki, bu xəstə bədənimin taqəti yoxdur. Hər dəfə gözümü yumanda yenidən açacağıma ümidim yoxdur. Axı bu xəstə cəmaat gərək sizin arxanızda namaz qılsın ağa. Bu sözlər sizə yaraşmaz. Kim də tanımasa, siz məni yaxşı tanıyırsınız. Gedin ömür boyu
cəmaatın halına yanaraq vuruşub döyüşən, onların qayğısına qalan əməli salih insanın arxasında bu namazı qılın. Bilirəm, razılaşmayacaq. Amma siz onu razı sala bilərsiniz. Gedin. Camaat, qulaq asın. Gün batmamış düz şəhərin ortasında Səfdəri imamətliyi ilə yağış namazı qılacağıq. Niyyət eləyin. Eşitdiniz? Arxın suyu xəstəliyə yoluxub. Su təmizlənməyənəcən bu xəstəlik şəhərdən getməyəcək. Yağış yağmalıdır. Sizi Allaha ant verirəm, niyyət eləyin. Cəmşid. Can, nə oldu? Ana, ana. Yaxşım. Rəngi ruhum qaçıb ana. Yaxşısan? Biraz yorğunam. Niyyət elə ana, niyyət elə. Ay cəmaat, eşidin və bilin. Şəhər arxlarının çirkli suyunun təmizlənməsi üçün yağış namazı qılacağıq. Bilənlər bilməyənlərə desinlər. Ay cəmaat! Sən heç məndən nə istədiyini bilirsən. Bəli ağa, bilirəm. Bu qəba Səfdərin bədənində fəryad eləyir. Allahın məxluqatı ilə yanaşı özünü də həlakətə atırsan. Xəstəlik də öldürücüdür. Siz ki, yaxşı bilirsiniz. Çox sağ ol. Nuşican. Ağa, mən sizin əvəzinizə söz vermişəm. Bu cəmaat ümid gözünü sizə tikib ağa. Cəmşid, Səfdər o məqama layiq deyil ki, əlini açıb Allahdan yağış istəsin. Ağa, məyər siz demirdiniz bəndənin vəzifəsi əlini açıb istəməkdir? Əllərini qaldır ağa. Səni ant verirəm Allaha. Ay cəmaat! Günorta olmamış, yağış namazı qılacağıq. Bilənlər bilməyənlərə xəbərdar eləsin. Kimin arxasında? Səfdəri. Axirət zaman dedikləri elə budur. Günün günorta çağı Allahın işinə qarışaraq cəmaatı yoldan çıxarırlar. Bu xəstəlik və bəla elə həmin böyük günahlara görədir. Bu işin aqibəti Ad və Səmud qövmünün başına gələnlər olacaq. Odur ki, Allahın dərgahında tövbə eləyin. Hara gedirsiniz ay cəmaat? Tövbə eləyin, tövbə eləyin, tövbə! Vay olsun sizə ay cəmaat! Hara gedirsiniz?
hara gedirsiz? Heç vaxt elə bir iş görməyin ki, cəmaat bezib təngə gəlsin. Bəla sona çatmamış. Bu müəmmanın üstünə açacam. Əla həzrət, səhrada vəlvələ baş verib. Cəmaat yağış namazı fikrindədir. Bu nə fikir, nə düşüncədə düşüb bunların başına? Mən əminəm ki, cəmaatı dindən çıxarmaq üçün xainlərin və bidətçilərin bu işdə əli var. Küfürləri elə həddə çatıb ki, Səfdər kimi oğru və quldur birinin arxasında duraraq yağış tələb eləyirlər. İcazə verin, oğlunuza bir baş çəkim. Get. Qulaq as, bu şəhərin cəmaatının ağzına təzə söz düşüb. Dedikləri düz çıxsa əladır. Səfdər, təbib, oğlu və nəvəsi. Dördünü də bir zərbə ilə. Hamısını cəhənnəmə vasil eləyərik. Həzrət hakim, qüvvələrimizin hamısı hazır vəziyyətdə sizin əmrinizi gözləyir. Əgər icazə verirsinizsə, bu axmaq cəmaatı yağış namazı qılarkən günah halında qəfildən yaxalayaq.